Bugün ölkəmizdə müşahidə olunan güclü külək və sulu qar bəzi fəsadlar törədib. Ağaclar sınıb, iri budaqlar yollara, səkilərə düşüb. Sakinlər üçün də müəyyən problemlər yaranıb. Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub. Paytaxtda güclü külək ağacların qırılmasına səbəb oldu. Mən səhər gördüm, ağac qırıldı. Mən belə fikirləşdim ki, ay Allah, bu yola düşdü, Bir də gördüm tokun üstə. Bu ağac yellənirdi, bildik ki, aşacaq. Getdik, qaydanda gördük ki, indi məktəbdən gəlirdim, aşıb. Bu qədər maşın var, bu qədər. Maşını oyna dursun, insanlar keçir burada, səkidir. Yəni, insanların başına düşə bilər, zədələnə bilərlər. Paytaxtda gecədən səhərədək davam edən güclü külək bir sıra fəsadlara yol açıb. Müxtəlif ərazilərdə ağaclar sınıb və budaqlar qırılıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hadisə yerlərinə cəlb olunaraq təhlükə yaradan ağacları kənarlaşdırır, təmizləmə işləri aparırlar. Vəziyyətlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən bildirildi ki, küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün bütün briqadalar gücləndirilmiş iş rejimində çalışır. Qəzalı ağaclarla bağlı vətəndaşlar 012 440 15 34, 012 440 86 65 qaynar xəttinə zəng edə bilərlər. Havanın kəskin soyması ilə əlaqədar bəzi qurumlar da əhaliyə müraciət etdi. Fövqəladə Hallar Nazirliyi vətəndaşları zərurət yaranmadıqca olduqları məkanı tərk etməməyə çağırdı. Müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olundu. Güclü küləkli hava şəraitində yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, reklam lövhələrindən uzaq durmaq, eləcə də elektrik dirəyi və naqillərin altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləkli havada deməli yanğınla mübarizə tədbirləri, yanğının söndürülməsi işləri çətinləşdiyindən küləkli havada yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Dövlət Dəniz və Liman Agentliyi isə fırtınalı havada gəmiçiləri diqqətli olmağa, dənizə çıxmamağa səslədi. Xəzər dəniz akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi arabir açıq dənizdə 32-34 metr saniyəyə kimi yüksələcəyi gözlənilir. Dalğanın isə 5-7 metrə çatacağı proqnozlaşdırılır. Bütün limanlara giriş-çıxış məhdudiyyəti qoyulub. Yerli və xarici bayraq altında üzən bütün gəmilər lövbər rayonlarına və sığınacaqlarına yerləşdirilir. Gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimal olunur. Bugün güclü şimal-qərb küləyi əsəcəyi, fevralın 5-i səhər saatlarından küləyin tədricən mülayimləşəcəyi gözlənilir. Havanın maksimal temperaturu 2-4 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətindən o da bildirildi ki, ölkədə yağıntılı və küləkli hava şəraiti fevral ayının 5-nədək davam edəcək. Gürşanə Mahmudova, Şamilə Şamil qızı, Kamran İsayev, Qəhrəman Məmmədov, Fariş Xalizadə, ASTV xəbər.